Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub. Demokrat AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib. O xatırladıb ki, dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı Nazirlik tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib, şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib. Eyni zamanda Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə son 5 ildə 435 mənzil təqdim edilib. Paralel olaraq gözdən əlilliyi olan şəxslərin də sosial təminatı mütəmadi gücləndirilir, onların mənzillə təminatı həyata keçirilir. Gözdən əlilliyi olan şəxslərə Bakı şəhəri və Abşeron rayonundakı yeni yaşayış komplekslərindən 539 mənzil təqdim edilib və proses davam etdirilir. Dövlət uşaq müəssisələrinin məzunu olan hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərin sosial məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilir. Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli sərəncamı ilə bu kateqoriyadan olan vətəndaşların yeni yaşayış komplekslərindən mənzillə təminatı tədbirləri həyata keçirilir. Sərəncamın icrası çərçivəsində son 5 ildə bu kateqoriyadan olan şəxslərə 283 mənzil təqdim edilib. Ümumilikdə isə ötən dövrdə 650-yə yaxın bu kateqoriyadan olan şəxs mənzillərlə təmin edilib və proses davam etdirilir.